Salam əziz tərbiyəçi müəllimlər, hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Bugün sizlər üçün yeni dərsimizdən bütün müəllimlərin çətinlik çəkdiyi mövzulardan birinə baxacağıq. Hansı ki, yaş qrupları və inkişaf sahələri üzrə məzmun standartlarından danışacağıq. Gəlin görək ümumilikdə məzmun standartları nədir? Məzmun standartları necə şəkildə ifadə olunmalıdır? Baxın, hörmətli müəllimlər, məzmun standartları bilik və bacarığa qoyulan dövlət tələbidir. Məzmun standartları nədir dedikdə, qeyd edirik ki, bilik və bacarığa qoyulan dövlət tələbidir. Məsələn, yazıram 1, 1, 1 və yaxud 2, 1, 1 və yaxud 1, 3, 1. Bunlar necə qaydada olacaqdır? Bunlar nə adlanacaqdır? Bax, qeyd edirik ki, bu adlanır 3-ü birgə gələndə alt standart. Standartlarımız necə şəkildə ifadə olunmalıdır deyəndə, bir sual olsa, qeyd edək ki, standartlarımız alt standart şəklində ifadə olunmalıdır. Deməli, standartlar necə şəkildə ifadə olunmalıdır? Alt standart şəklində ifadə olunmalıdır. Alt standartla məzmun standartının tərifi eynidir. Alt standartda bilik bacarığa qoyulan dövlət tələbidir. Məzmun standartı da bilik bacarığa qoyulan dövlət tələbidir. Məzmun standartının sanki qollarıdır. Məzmun standartı iki yerə bölünür. Əsas standart və alt standart. Ən sonuncu çərçivədə dəyişikliyə nəzərən elə məzmun standartı ilə alt standart bir götürüldü. Yəni, bizə sual olsa ki, bilik bacarığa qoyulan dövlət tələbi nədir? Qeyd edirik ki, alt standart. Cavabda alt standart olmasa, bu zaman məzmun standartını götürə bilərik. Yeni qaydada bunlar bir adlandı. Bəs yaxşı, bu necə alt standart adlanır? Gəlin diqqət yetirək. Baxın, birinci yerdə gələn istər 1 olsun, istər 2 olsun, 3 olsun, fərq etməz. Birinci yerdə gələn adlanır məzmun xətti. Deməli, birinci yerdə gələn necə qaydada adlanır? Məzmun xətti 1, 1. İkisi birgə gələrsə adlanır əsas standart. İstər 1, 1, istər 1, 3, istər 2, 1. Fərq etməz. İkisi birgə gələrsə adlanacaq əsas standart. 1, 1, 1. Üçü birgə gələrsə adlanacaqdır alt standart. İstər 1, 1, 1, 2, 1, 1 və s. və axır. Üçü birgə gələrkən necə adlanacaqdır? Alt standart adlanır. Heç fikir vermisiniz? Biz yazarkən 2 rəqəmli yazmışıq. Xeyr, əziz müəllimlər, daim 3 rəqəmli yazırıq və bu bizə nəyi bildirəcəkdir? Belə bir nəticə çıxarırıq ki, standartlar necə şəkildə ifadə olunmalıdır? Standartlarımız alt standart şəklində ifadə olunmalıdır. Alt standart şəklində ifadə olunmalıdır dedikdə, yəni, bax, 3 rəqəmli olmalıdır. Deməli, sual olsa ki, standartlar necə şəkildə ifadə olunmalıdır? Standartlar alt standart şəklində ifadə olunmalıdır. Burada belə bir məsələ var. Özündən sonra gələn, özündən əvvəlkini daha da açıqlayır. Məsələn, məzmun xəttindən sonra nə gəlir? Əsas standart. Əsas standartdan sonra nə gəlir? Alt standart. Məzmun xəttini daha da açıqlayan standartımız hansıdır deməli? Bax, qeyd edək ki, məzmun xəttini daha da açıqlayan standartımız əlbəttə əsas standart. Bəs yaxşı, əsas standartı daha da açıqlayan hansıdır? Əlbəttə əsas standartı da daha da açıqlayan standart alt standartdır. Deməli, məzmun xəttini daha da açıqladı əsas standart, əsas standartı da daha da açıqladı alt standart. Və standartlar dedik ki, necə şəkildə ifadə olunmalıdır? Alt standart şəklində ifadə olunmalıdır. Bəs yaxşı. Standart dedik ki, bilik bacarığa qoyulan dövlət tələbidir. Standart bizə alt standart dövlət tərəfindən hazır verilir. Belə bir sual deyək, standartı dəyişmək olar. Hə, müəllimlər?
Bax, şərhlərdə qeyd edin fikirlərinizi. Standartı dəyişmək olar. Əlbəttə standartı dəyişmək olmaz. Axı dövlət tərəfindən qoyulan tələbdir. Bəs nə edə bilərik? Məsələn, 1-3-1, 1-1-1 standartlarıdırmı? Biz bunları dəyişib 2-1 edə bilmərik. Standartı dəyişə bilmərik. Lakin standart qrupuna əlavə bir standart daxil edə bilərik. Məsələn, 1-3-1-i veribdir. Mən də əlavə edirəm 1-2-1. Mən də əlavə edirəm 1-1-1. Məsələn deyirəm ha müəllimlər. Diqqət! Bizə hansı inkişaf sahəsi ilə bağlı veribsə, həmin inkişaf sahəsi ilə bağlı standart əlavə edə bilərik. Məsələn, 1-1-1 veribsə, mən birinci yerdə duran 2 verə bilmərəm. Çünki birinci inkişaf sahəmiz elə məzmun xəttlərimiz inkişaf sahələrinə nəzərən müəyyən olunur. Çünki birinci yerdə gələn 1 bizə fiziki inkişafı bildirir. Deməli, biz buradan da belə bir nəticə çıxaraq. Standartı dəyişmək olmaz. Amma standart qrupuna əlavə standart daxil etmək olar. Bəli, standartı dəyişmək olmaz, amma standart qrupuna əlavə standart daxil etmək olar. Amma daxil etsək də bir məsələyə diqqət yetiririk. Hansı məsələdir o? Hansı inkişaf sahəsidirsə, yəni hansı məzmun xəttidirsə, həmin məzmun xətti ilə bağlı olmalıdır. Aydındırmı fikrim? Və biz bilirik ki, bizim məzmun xəttlərimiz nə üzrə müəyyən olunur? İnkişaf sahələri üzrə müəyyən olunur. Hansı inkişaf sahələri üzrə müəyyən olunur? Belə ki, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrakin inkişafı, estetik yaradıcı inkişaf və sosial-emosional inkişaf olaraq bizim 4 inkişaf sahəmiz mövcuddur. Və məzmun xəttlərimiz elə bu 4 inkişaf sahələri üzrə müəyyən olunur. Gəlin buradan da belə bir qənaətə gələk. Mən yazsam ki, 5-1-1. Bu doğru olar, hörmətli müəllimlər? Əlbəttə bu doğru olmaz. Çünki birinci yerdə gələn bizə nəyi bildirir? Məzmun xəttini bildirir. Bizim məzmun xəttimiz 5 dənə deyil axı, 4 dənədir. Məsələn, 6-1-1. Bu doğru olar? Qətiyyən olmaz. Çünki bizim 4 məzmun xəttimiz var. Axı bizim məzmun xəttlərimiz inkişaf sahələrimizə nəzərən müəyyən olundu. Məsələn, yazsam ki, 7-2-1. Bu da doğru olmaz. Çünki birinci yerdə gələn necə qaydada olacaqdır? Mütləq ki, 4-ə qədər olmalıdır. Çünki ardıcıl fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik birinci məzmun xəttimiz. İdrakin inkişafı ikinci məzmun xəttimiz. Estetik yaradıcı inkişaf 3-cü məzmun xəttimiz və nəhayət sosial-emosional inkişaf 4-cü məzmun xəttimizdir. Ona görə bu kimi məsələlərdə diqqətli olaq. Gəlin indi belə edək. Bax, qeyd etdik ki, məsələn, 3-2-1. Birinci yerdə gələn 3 bizə nəyi bildirdi? Məzmun xəttini. 3-2. İkisi birgə gələrkən bizə nəyi bildirdi? Əsas standartı. 3-2-1. 3-ü birgə gələrkən bizə nəyi bildirdi? Qeyd edək ki, alt standartı və özündən sonra gələn özündən əvvəlkini daha da açıqladı. Məzmun xəttini daha da açıqladı əsas standartı daha da açıqladı alt standart. Gəlin indi bunların hər birinin xarakterik xüsusiyyəti ilə tanış olaq. Deməli, birinci yerdə gələn adlanır məzmun xətti. Məzmun xətti nədir? Mən daim müdavimlərimə, müəllimlərimə də deyirəm. Çalışın mahiyyətini dərk edin o dərsin. Dərsə əzbərləməyin. Bax, məzmun xətti bacarıq toplusu deməkdir. Məsələn, bax, gəlin məktəbdən nümunə gətirək bağçaya. Məktəbdə görürsünüz, hər fənin özünə düşən bacarıqları var. Məsələn, Azərbaycan dili nəyi formalaşdırır? Dinləyib anlama danışmanı, oxunu, yazını, dil qaydalarını. Məsələn, deyək ki, riyaziyyat nəyi formalaşdırır? Ədədləri, əməlləri, cəbir, funksiyaları formalaşdırır. Məsələn, real həyatdan nümunə gətirək. Usta nə edir? Usta binanı inşa edəndə, evi təmir edəndə onun quruluşu prinsiplərini bilirmi? Onun ölçmələrini, hər birini bilirmi? Məsələn, şirniyyatçı nə edir? Şirniyyatı hazırlayanda onun tərkibinin nələrdən ibarət olduğunu bilirmi?
Məsələn, rəssam nə edir? Rəngləri qarışdıraraq hansı rənglərin alındığını bilirmi? Bəs yaxşı, məktəbə qədər də nə öyrədilir? Düzgün yuxu rejimi öyrədilirmi? Düzgün qidalanma öyrədilirmi? Uşaqlarda deyək ki, ailə üzvlərinin vətənini adlandırma öyrədilirmi? Yaradıcılıq bacarıqları öyrədilirmi? Deməli, belə bir nəticə çıxarırıq. Deyək ki, hər hansı formalaşdırılan bacarıqlar nə adlandı? Hər hansı formalaşdırılan bacarıqlar məzmun xətti adlandı. Deməli, məzmun xətti nədir deyəndə, biz həyatdan da, məktəbdən də nümunə gətirdik ki, formalaşdırmalı olan hər bir peşənin, hər bir sahənin özündə olan bacarıqlar toplusu deməkdir. Ona görə deyirik ki, məzmun xətti nədir? Ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir, əsas hissəsidir, ana xəttidir. Əlbəttə ana xəttidir, çünki hər fənnin öz öhdəliyinə düşən bacarıqların zəruri hissəsidir. Deməli, birinci yerdə gələn bizə nəyi bildirdi? Məzmun xəttini. Nədir məzmun xətti? Ana xəttir, dəyişməzdir. Nə məzmun etibarilə, nə də deyək ki, ümumilikdə məzmun xətti dəyişməzdir. Tərifi necə oldu? Ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsi oldu. Ümid edirəm ki, əzbərçilikdən çıxıb mahiyyətini hər biriniz dərk etdiniz. İkinci gələcək nə? Əsas standart. Əsas standart məzmun xəttini daha da açıqlayır və əsas standartımız əsasən dəyişməzdir, bəzən dəyişir. İndi nə zaman dəyişir? Nümunələrlə deyəcəm. Və üçüncü gəlir alt standart. Alt standart isə yaş qruplarına uyğun olaraq daim dəyişir. Deməli, dəyişməz olan, ana xətti olan hansı oldu? Məzmun xətti. Əsasən dəyişməz olan nə oldu? Əsas standart. Daim dəyişən nə oldu? Alt standart olacaqdır. Bəs standartlar necə şəkildə ifadə olunmalıdır? Bax, qeyd edək ki, standartlar alt standart şəklində ifadə olunmalıdır. Alt standart şəklində ifadə olunmalıdır deyəndə, yəni 3 rəqəmli şəkildə. Aydındırmı bura qədər hamınıza? Gəlin indi başlayaq alt standartları öyrənməyə. Ümid edirəm ki, hər biriniz üçün faydalı olur. Deməli bizim birinci inkişaf sahəmiz, yəni birinci məzmun xəttimiz hansıdır müəllimlər? Əlbəttə birinci məzmun xəttimiz olacaqdır. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Mən birinci məzmun xəttini yazıramsa, birinci yerdə gələn neçə olmalıdır? Əlbəttə birinci yerdə gələn 1 olmalıdır. 1 olmalıdır deyəndə nə başa düşülür? Yəni birinci məzmun xəttimiz. İndi isə yazıram ki, 1, 1. 1, 1 yazanda nəyi özündə ihtiva edəcəkdir? Belə ki, birinci məzmun xəttimizin birinci əsas standartını. Birinci məzmun xəttimizin birinci əsas standartı nədir? Fiziki hərəkətləri yerinə yetirir. İndi isə keçək digərinə. Yazıram 1, 2. 1, 2 yazanda nə nəzərdə tutulur? Belə ki, birinci məzmun xəttimizin ikinci əsas standartı. Bəs birinci məzmun xəttimizin ikinci əsas standartı nədir? Masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir, gigiyena qaydalarına əməl edir. İndi isə yazıram ki, 1, 3. Bəs 1, 3 yazanda nə nəzərdə tutulur? Birinci məzmun xəttimizin üçüncü əsas standartı. Birinci məzmun xəttimizin üçüncü əsas standartı nədir bəs? Belə ki, təhlükəsizlik qaydalarına əməl edir. Bəs yaxşı. Mən yazsam 1, 4. Bu doğru standart olar? Qətiyyən doğru standart olmaz. Çünki belə bir nəticə çıxardıq ki, birinci məzmun xəttimizin neçə əsas standartı mövcuddur? Birinci məzmun xəttimizin 3 əsas standartı mövcuddur.
1-1 fiziki hərəkətləri yerinə yetirir. 1-2 masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir, gigiyena qaydalarına əməl edir. 1-3 təhlükəsizlik qaydalarına əməl edir. Gəlin indi bunların alt standartlarını mənimsəyək. Deməli 1-1 gələndə bizə nəyi ihtiva edəcəkdir? Birinci məzmun xəttimizin birinci əsas standartını. Bəs bu necə oldu? Hansı olacaq? Belə ki, birinci məzmun xəttimizin birinci əsas standartı fiziki hərəkətləri yerinə yetirirdi. Bəs burada nələrin olmasıdır? Baxın əziz müəllimlər, fiziki hərəkətləri yerinə yetirir dedikdə, burada hərəkət vərdişlərinin olmasıdır. Məsələn, sadə fiziki hərəkətləri yerinə yetirməsidir. Deyək ki, fiziki hərəkətləri qarşılığını gözləyərək yerinə yetirməsidir. Gimnastik skamyadan tullanmasıdır, çeviklilik nümayiş etdirməsidir, elastiklik nümayiş etdirməsidir, topu hədəfə atmasıdır, qalxıb düşməsidir, atılıb düşməsidir. Bax, topu hədəfə atır, qalxıb düşür, atılıb düşür, topu döşəmə üzərində atır, top ayağı ilə vurur, kürəciyi ilə vurur. Deyək ki, topu hədəfə doğru atır. Bax, uşaq məsələn topu hədəfə doğru atırsa, bu nəydən irəli gələcəkdir? Əlbəttə, birinci məzmun xəttimizin birinci əsas standartından irəli gələcəkdir. Yəni, fiziki hərəkətləri yerinə yetirir, əsas standartında olacaq da. Nəyə görə? Çünki burada hərəkət vərdişlərinin olmasını özündə ehtiva edəcəkdir. Və xatırlayırsınızsa demişdik ki, biz ideyasına uyğun rəsm çəkirsə, bu estetik yaradıcı inkişafdadır. Amma desək ki, kiçik motor bacarıqların inkişafı üçün rəsm çəkirsə, əgər kiçik motor bacarıqların inkişafı üçün rəsm çəkirsə, bəs bu öz əksini nəydə tapacaqdır? Bu, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdən irəli gələcək. Çünki biz bilirik ki, kiçik motor bacarıqların inkişafı, istər kiçik motor, istər böyük motor, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdən irəli gəlir. Gəlin baxaq. Bax, elə birinci əsas standartında olacaqdır. Əlində tutduğu əşyalardan, deyək ki, təyinatına görə istifadə edir. 1-2 yaşda. Görsünüz, standartlar ümumiyyətlə sadədən mürəkkəbə doğru gedir. Varislik prinsipi gözlənilir. Əlində tutduğu əşyalardan təyinatına görə istifadə edirsə, onları barmaqları arasında saxlayır, şəkil çəkir, bu kimi hərəkətləri sadə tərzdə yerinə yetirir, kiçik motor bacarıqların inkişafı üçün rəsm çəkir, kiçik motor bacarıqların inkişafı üçün quraşdırmaları yerinə yetirir, kiçik motor bacarıqların inkişafı üçün deyək ki, kəsib yapışdırmalar yerinə yetirir. Bunun hər biri nəydən irəli gələcək? Əlbəttə, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəmizin elə birinci əsas standartından irəli gələcəkdir ki, yəni burada fiziki hərəkətləri yerinə yetirir, əsas standartı olacaqdır. Elə məhz ona görə demişik ki, əgər motor bacarıqların inkişafı üçün rəsm çəkirsə, bu nəydən irəli gələcəkdir? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdən irəli gələcəkdir ki, burada nə üçün edirsə, motor bacarıqların inkişafı üçün edirsə. Aydındırmı müəllimlər? Deməli, birinci məzmun xəttimizin birinci əsas standartı necə qaydada oldu? Birinci məzmun xəttimizin birinci əsas standartı fiziki hərəkətləri yerinə yetirir əsas standartı oldu. Və burada da belə oldu ki, atılıb düşməsidir, topu hədəf atmasıdır, skamyadan tullanmasıdır, çeviklilik nümayiş etməsidir, qalxıb düşməsidir. Deyək ki, topu ayağı üzərində atır, ayağı ilə vurur, başı ilə vurur, hədəfə atır və kiçik motor bacarıqların inkişafı nəydən irəli gələcək? Elə birinci məzmun xəttimizin birinci əsas standartından irəli gələcəkdir. Ümid edirəm ki, hər birinizə aydındır. İndi isə yazıram 1-2. 1-2 deyiriksə, bu nə olacaq? Yəni, birinci məzmun xəttimizin ikinci əsas standartı. Bəs yaxşı, birinci məzmun xəttimizin ikinci əsas standartı nədir? Necə qaydada olacaqdır? Belə ki, masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir və gigiyena qaydalarına əməl edir.
birinci məzmun xəttimizin ikinci əsas standartıdır. Belə ki, burada şəxsi gigiyena əşyalarını tanıdığını nümayiş etdirir. Deyək ki, ilkin gigiyena qaydalarına əməl edir. Bax, bir məsələdə sizə aydınlıq gətirim. Demişdik ki, əmək fəaliyyətinin növləri hansılardır? Özünə xidmət əməyi, məişət təsərrüfat əməyi, təbiət əməyi və əl əməyi olaraq növləri mövcuddur. Özünə xidmət əməyinin formalaşmasına hansı inkişaf sahəsinə götürürdük? Özünə xidmət əməyinin formalaşmasına elə fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdən irəli gəldi dedik. Digərləri kompleks şəkildə verilərsə, estetik yaradıcı inkişafdadır demişik. Onu da standartlar üzrə inteqrasiya edəcəm sizə. Belə ki, bax, burada elə özünə xidmət əməyi özünü göstərir. Sadə gigiyena qaydalarına düzgün şəkildə sabundan istifadə edir. Əl üzünü, deyək ki, qulağını yumaq, qurlamaq, daraq, burun dəsmalından, salfetdən istifadə edir. Müəyyən olunmuş gigiyena qaydalarına əməl edir. Yeməkdən sonra ağzını yaxlamaqdır, xarici görünüşünü sərgiyə salmaqdır, asqırıb öskürərkən üzünü çevirməsidir. Bax, deyək ki, bu hər biri nə idi olacaq? Özünə xidmət əməyində. İnkişaf sahəsi olaraq fiziki inkişafdadır. Məzmun xətti olaraq deyə. Neçənci əsas standartındadır? İkinci əsas standartında. Deyək ki, burada öz şəxsi əşyalarından daraq, burun dəsmalından istifadə edir. Deyək ki, buruna, bax, gözlərə, deyək ki, qulluq edirsə, bu nəydən irəli gələcək? Fiziki inkişafdan, ikinci əsas standartından. Əmək növ olaraq hansıdır? Özünə xidmət əməyi. Amma burada bir məsələyə diqqət yetirməliyik. Baxın, 1-2 yaşda və 2-3 yaşda şəxsi gigiyena, ilkin gigiyena qaydaları var. Burada bunlar özünə xidmət bacarığı olaraq verilib, yoxsa gigiyena olaraq verilibdir. Baxın, əziz müəllimlər, əgər şəxsi gigiyena əşyalarını tanıdığını nümayiş etdirirsə, ilkin gigiyena qaydalarına, şəxsi gigiyena, ilkin gigiyena. İlkin gigiyenada da burun dəsmalından istifadə edirsə, 1-2 yaş və 2-3 yaşdan irəli gəlir bunlar. Burada özünə xidmət əməyi olaraq verilməyibdir. Bəs burada nə olaraq verilibdir? Burada gigiyena olaraq verilibdir, qeyd edirik ki, özünə xidmət əməyi bax buradan başlayır. Sadə gigiyena qaydalarına əməl edir, müəyyən olunmuş gigiyena qaydalarına əməl edir. Gigiyena qaydalarına ehtiyac olduqda, deyək ki, hansı məqamda bilir ki, nə etmək lazımdır. Deməli, 1-2 yaş və 2-3 yaşda gigiyena olaraq verilibdir. 3-4 yaş, 4-5 yaş, 5-6 yaşda isə özünə xidmət əməyi olaraq verilibdir. Aydındırmı? Sonra burada qaşıqdan, fincandan istifadə edir, masa arxasında yemək dəstindən istifadə edir, masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir, mədəni davranır, süfrə mədəniyyətinə yiyələndiyini nümayiş etdirir. Böyüklərin nəzarəti altında əllərini sabunla yuyur, burun dəsmalından istifadə edir. Böyüklərin nəzarəti altında əllərini sabunla yuyur, deyək ki, qurulayır, salfetdən, burun dəsmalından istifadə edir. Yenə burada da bunlar nə olaraq verilib? Gigiyena olaraq verilibdir. Müəllimlər sual verir ki, bəs burada da özünə xidmət əməyidir. Xeyr, burada da gigiyena olaraq veribdir ki, elə bayaqki standartlarla bunu inteqrasiya edə bilərik. Sonra sadə özünə xidmət bacarıqları nümayiş etdirir, özünə xidmət vərdişləri nümayiş etdirir, soyunur, geyinir, paltarını sərgiyə salır, dolaba yığır. Görürsüz, özünə xidmət əməyidir. Sərbəst şəkildə özünə xidmət vərdişləri nümayiş etdirir, xarici görkəmini sərgiyə salır. Hər biri necə qaydada olacaqdır? Hər biri özünə xidmət əməyi olaraq verilibdir. Sadəcə 1-2 yaş və 2-3 yaşda necə qaydada olacaq? Özünə xidmət əməyi olaraq deyil də, nə olaraq verilibdir? Gigiyena olaraq verilibdir. Deməli, birinci məzmun xəttimizin ikinci əsas standartı belə oldu ki, masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir və gigiyena qaydalarına əməl edir. Burada gigiyena qaydalarının olmasıdır dedik. Özünə xidmət əməyinin olmasıdır, masa arxasında davranışının olmasıdır. Deyək ki, özünə xidmət əməyinin olması öz əksini tapacaqdır. Ümid edirəm ki, hər birinizə aydındır.
Sonra yazıram 1, 3. 1, 3 deyəndə nəyi başa düşəcəyik? Yəni, birinci məzmun xəttimizin 3-cü əsas standartına. Bəs birinci məzmun xəttimizin 3-cü əsas standartı nədir? Belə ki, təhlükəsizlik qaydalarına əməl edir. Yəni, bu da çox sadədir. Təhlükəsizlik qaydalarına əməl edir deyəndə nə nəzərdə tutulur? Təhlükəsizlik qaydalarına əməl edir dedikdə o nəzərdə tutulur ki, təhlükəyə hazırlıqlı olmasıdır. Kəsici, deşici, yandırıcı alətləri, ümumiyyətlə istər onları adlandırması, istər onları fərqləndirməsi, istər onlardan davranma bacarıqlarının nümayiş olunması, istər onlardan istifadə etməsi, hər biri nəydən irəli gələcək? Birinci məzmun xəttimizin ilə 3-cü əsas standartından irəli gələcəkdir. Deyək ki, potensial təhlükə barədə böyüklərin xəbərdarlığına adekvat reaksiya verir, təhlükə yarada biləcək əşyaları sadalayır, təhlükə yarada biləcək əşyaları fərqləndirir, onlardan davranma bacarıqları nümayiş etdirir, onlardan qorunma qaydalarının izahı. Bunun hər biri nəydən irəli gələcəkdir? Əlbəttə, bunun hər biri birinci məzmun xəttimizin 3-cü əsas standartından irəli gələcəkdir qeyd edirik ki, və burada söyləyək ki, elementar təhlükəsizlik qaydalarına əməl edir. Təhlükəli situasiyalarda deyək ki, ehtiyatlılıq nümayiş etdirir. Kəsici, deşici, yandırıcı alətləri istər adlandırsın, istər onlardan istifadə etsin, istər onlardan davranma bacarıqları nümayiş etdirsin. Hər biri nəydən irəli gələcək? Elə birinci məzmun xəttimizin qeyd edirik ki, 3-cü əsas standartından irəli gələcəkdir qeyd edirik ki, və burada hansı ki, təcili yardım çağırmasıdır, sel daşqınları, təbii fəlakət zamanı nə edəcəyini bilməsidir. Bax, bunun olması birinci məzmun xəttimizin 3-cü əsas standartından irəli gələcəkdir ki, burada təhlükəsizlik qaydalarına əməl edir. Deməli, birinci məzmun xəttimizin birinci əsas standartında necə oldu? Fiziki hərəkətləri yerinə yetirdi bir-birdə. Burada motor bacarıqlar oldu, hərəkə bacarıqlar oldu. Topu məsələn hədəf atsın, məsələn skamyadan tullansın, motor bacarıqların inkişafı üçün məsələn rəsm çəksin. Bu bir-birdən irəli gəldi. Birinci məzmun xəttimizin 2-ci əsas standartında belə oldu ki, masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimlədi, gigiyena qaydalarına əməl etdi. Burada gigiyena qaydaları oldu, süfrə mədəniyyəti oldu. Gigiyena ilə yanaşı biz gigiyena və özünə xidmət əməyini burada gördük. Və dedik ki, 3-cü əsas standartı da təhlükəsizlik qaydalarına əməl edir və burada da təhlükəyə hər tərəfli şəkildə hazır olmasını özlüyündə ehtiva etdi. Bax, fikir verin, hörmətli müəllimlər. Məzmun xətti görürsünüz, hamısında bir olaraq gedib. Mənim dediyim fikir özünü doğrultdu. Məzmun xətti dəyişmədi ki. Xeyr, dəyişmədi. Bəs yaxşı. Əsasən dəyişməz olan nə idi? Əsas standart. Demişdim, hə, sizə onun izahını deyəcəyəm. Əsas standart əsasən dəyişməzdirsə, nə zaman dəyişir? Belə ki, əsas standart əsasən dəyişməzdir. Bəzən dəyişir. Bəs yaxşı, bəzən dəyişir deyəndə nə nəzərdə tutulur? Bax, qeyd edək ki, əsas standart əsasən dəyişməzdir. Bəzən dəyişir. Bəzən o zaman dəyişir ki, məzmun xəttində göstərilən bir bacarıq formalaşır, yeni bir bacarığa keçid etdikdə əsas standart dəyişir. Deməli, təkrar edirəm, qaydasında necə qaydada olacaq? Dedik, əsas standart əsasən dəyişməzdir, bəzən dəyişir, bəzən nə zaman dəyişir? Məzmun xəttində göstərilən bir bacarıq formalaşır, yeni bir bacarığa keçid etdikdə əsas standart dəyişir. Məsələn, yoldaşlar, 1-1 nədir? Birinci məzmun xəttinin birinci əsas standartı. Fiziki hərəkətləri yerinə yetirir. Görürsünüz, sadə fiziki hərəkətlər olsun, skamyadan tullansın, topu hədəf atsın, kiçik motor bacarıqları olsun. Görürsünüz, hər biri məzmun etibarı ilə nəyidədir? Hərəkə bacarıqlarda.
Görürsüz, əsas standart dəyişməyibdir. Yaş dəyişsə də əsas standart dəyişməyib. Amma indi nəyə baxın? Keçirəm masa arxasında davranışa, birinci məzmun xəttinin ikinci əsas standartına. Yəni, masa arxasında davranışını ümumi qaydalar əsasən tənzimləyir, gigiyena qaydalarına əməl edir. Artıq burada əsas standart neçədir? 2-dir. Görürsüz, hərəki vərdişdən çıxdıq, motor bacarıqdan çıxdıq, gigiyenaya keçdik. Masa arxasında davranışa keçdik, özünə xidmət əməyinə keçdik. Əsas standart burada dəyişib. Əsas standart, bəli, burada dəyişibdir. Dediyim fikir həqiqətən özünü doğrultdu. Necə demişdik? Əsas standart əsasən dəyişməz idi. Bəzən dəyişirdi. Bəzən o zaman dəyişdi ki, məzmun xəttində göstərilən bir bacarıq formalaşdı. Bax, gördünüz, fiziki hərəkətlər formalaşdı. Yeni bir bacarığa keçid edəndə dəyişdi. Yəni, masa arxasında davranışa keçdik, dəyişdi. Məsələn, bundan da çıxıb təhlükəsizliyə keçid edirik. Görürsüz, bir yenə qalır, məzmun xətti dəyişməz olur, əsas standart 3 olur. Çünki niyə? Gigiyeniyadan çıxıb nəyə keçdik? Təhlükəsizliyə. Ona görə deyirik ki, məzmun xətti düzdür, ana xəttir, dəyişməzdir. Amma əsas standart əsasən dəyişməzdir dedik. Bəzən dəyişdi. Bəzən o zaman dəyişdi ki, məzmun xəttində göstərilən bir bacarıq formalaşdı. Yeni bir bacarığa keçid edəndə dəyişdi. Və bir də alt standartlara baxaq. Alt standartlar görürsüz, daimi olaraq dəyişir. 1-1-1, 1-1-2. Bax, artıq sadə fiziki hərəkətlər 1-1-1-dədirsə, atılıb düşməsi, skamyadan tullanması 1-1-2-dədir. Top atması 1-1-3-dədir. Motor bacarıqlar 1-1-4-dədir. Fikir verirsiniz, alt standart daim dəyişir və alt standart da bizə dövlət tərəfindən hazır vəziyyətdə verilir. Deməli, ümumilikdə belə bir nəticə çıxardıq. Məzmun xətti dəyişməz oldu, ana xətt oldu, əsas standart əsasən dəyişməz oldu, alt standart daim dəyişdi. Və bir də sizə bir məsələdə aydınlıq gətirmək istəyirəm ki, bizim bax bu yeni dərsimizdir. Yeni dərsimizdə görürsüz, bütün hər bir məqamlar, hətta məsələn, Smart abreviaturası belə olsun, bizim yeni dərsimizdə yer alır. Dərsin sifarişi üçün də tələsin. Bir də müəllimlər soruşur ki, müəllimə, sizin yeni qrupunuz olacaq. Bəli, əziz müəllimlər, sabahdan etibarən yeni qrup başlayır. Bizim qruplarda dərslərin təşkili formatı sözün əsl mənasında fərqlidir. Dərslərimiz həftədə 4 dəfə Zoom proqramı vasitəsilə keçirilir. Hər bir dərsi canlı şəkildə izah edirik. Canlı şəkildə testlərinə baxırıq, sual cavablarına baxırıq. Hər həftənin bazar günü əlavə salıram. Hər həftənin bazar günü qəbul səviyyəlik testlər işləyirik. Test işləmə taktikaları öyrədilir. Situativ tipli testləri edirik. Qısacası, mən onun əleyhinəyəm ki, sizə köhnə dərslər atılsın. Siz evdə oturub onlara baxasınız. Həftədə 2 dəfə də dərs olsun. Əzizlərim, o dərs deyil. Müəllim dərsə canlı izah etməyi bacarmalıdır. Və bütün bunları göz önündə tutaraq, mən sizə hər bir dərsi canlı izah edirəm. Canlı izahdan sonra sual-cavab edirik. Sual-cavabdan sonra testlərinə baxırıq. Ən əsası, rəsmi çərçivə sənəd əsasında lazım olan məsələlərə, yüksək nəticəyə aparan məqamlara baxırıq. Bazar günü də keçdiklərimizi əhatə edən qəbul səviyyəlik testlər edirik, situativ tipli testlər edirik, klaster tipli testlər, qısacası test işləmə taktikaları öyrədilir. Və dərsdən sonra hamısını qrupa göndəririk, istədiyiniz vaxt baxa bilirsiniz. Və bir də onu deyim ki sizə, hardasa bir 20 gün həftədə 4 dəfə gəldikdən sonra bir 20 günün sonunda mən sizə həftədə 4 dəfə də əlavəyə qoşuram. Orada da təbii ki yeni mövzu yox, yalnız həftədə 4 dəfə öz qrupunuzda yeni mövzu olur. Orada da başdan təkrar edirsiniz. Müəllimlər sual verir ki, bəs bu qədər dərs, bu qədər təkrar, ödəniş necə? Ödənişimiz 30 AZN olaraq təşkil edir. Yəni, sonraki aylarda mən sizə əlavəyə qoşsam da yenə 30 AZN olaraq qalır. Qruplarımızda yerlər məhdud olur. Bax, sonra mənə müraciət edirsiniz ki, yerlər də olub. Sabah üçün yer var. Tələsin, elə indi 051 580 94 28 nömrəsinə WhatsApp-da yazaraq qruplarımızda iştirak edib, sıfırdan başlayıb, onu deyə bilərəm ki, 50+ nəticə əldə edə bilərsiniz. Və bir də dərsimizdə də, bax, bütün açar məqamlar, bax, deyək ki,
fiziki mədəniyyət məşğələlərində yanlış məqsəd, doğru məqsəd və yaxud olsun digər dərslər. Hər biri dərsimizin açar məqamları, hər biri dərsimizdə yer alır. Bax, məsələn, nitqin inkişaf metodları, açar məqamları hər biri və rəsmi çərçivə sənəd əsasındadır, bütün mövzular var. Dərsimizin qiyməti də çox münasibdir, 16 AZN təşkil edir. Elə dərsi də sifariş etmək üçün 051 580 9428 nömrəsinə müraciət edə bilərsiniz. Həm MİQ, həm sertifikasiyaya hazırlaşan tərbiyəçilər rəsmi çərçivə sənəd əsasında 50+ nəticə əldə etmək istəyirsə, yeni açılacaq qruplarımızda iştirak edə bilər və hansı mövzularda çətinliyiniz varsa, şərhlərdə qeyd edə bilərsiniz. Həmin mövzuları sizlər üçün izah edək bacardığımız vaxt müddətində və inkişaf sahələrinin məzmun xətlərinin ardının izahını istəyirsinizsə, kanalımıza abunə olmağı, izahı bəyənib şərh bölməsində fikirlərinizi qeyd etməyi unutmayın. Növbəti izahlarımızda görüşənə qədər ümid edirəm ki, hər biriniz üçün faydalı oldu. Sağ olun, sağlıqla qalın. Allah amanında.